Salam Azərbaycan xalqım. Mənim müraciətim buradan cənab prezidentimizədir. Dövlət vergi xidmətindən bağlı. Mən sahibkaram. Sadıqov Aris Mübarizoğlu. Neftçala rayon 20 yanvar küçəsində marketim var. Dekabr ayından mən bu verginin problemim var. Mən artıq yorulmuşam bu verginin belə ürək istədiyi vaxtı hesabıma vurduğu sanksiyalardan. Ürək istədiyi vaxtı niyə deyirəm? Çünki dekabr ayında girdiniz marketə. Mən yox idim. Üzürlü səbəblərdən yox idim, üzürdə idim. Açıb araşdıra da bilərsiniz. Adım, familiyasını. Əlaqə nömrəsi də qoyacam. Əmim rəhmətə getmişdi və biz üzür ərəfəsində olanda yerimizə bir tanış var, onu qoydum yerimə, çıxdım marketdən ki, mən üzürdə iştirak edim. Həmin vaxtı gəldiniz, 2 gün istisna var vergi xidmətində, əmək haqqında, əmək haqqı məcəlləsində 2 gün istisna var. Qanundan işçi gələn gündən rəsmiləşdirilməlidir, əmək haqqı açılmalıdır, daha düzgün şəkildə icra olunmalıdır. Mən işçi götürməmişəm. O mənim işçim deyil. Bugünkü gündə də yoxlaya bilərsiniz. O mənim marketimdə işləmir. 2 günlük gəldi, kömək məqsədi ilə gəldi. Həmin vaxtı gəldiniz, girdiniz içəri, baxdınız içəriyə. Dediniz 5000 cərimə düşür sizə. Kassa aparatı işləmir, kassa aparatı işləmir. İşləmir sizin kassa aparatınız. Hələ həmin vaxtı gəldi, o söz-söhbət oldu. Mən o kassa aparatını çırpdım yerə, sındırdım. Getdi, təmir olundu, düzəldi, gəldi, təzədən işlədi. 1000 manatda cəriməsini yazdınız. Sonra dediniz ki, bu mağaza zəif mağazadır. 5000'li deyil, gəl 3000 yazaq. Ora qədər bilirəm. Yəni bu vəziyyətə qalmışsınız ki, baxırsınız kənardan nizamlayırsınız. Bu vətəndaşa yazmaq olar, bu vətəndaşa yazmaq olmaz. Belə işləyirsiniz də yəni. Əla, mən vergiyə də yaxınlaşanda mənə dediniz ki, baxaq görək sənin adına açdınız. Dedi, yox, sənin bir şəxsi qərəzliyimiz, problemimiz yoxdur, boşuş mən. Kimsən şəxsi qərəzliyinə işləyəsən? Sən kimsən şəxsi qərəzliyinə?